Hər vaxtınız xeyir olsun gənclər. Yeni bir pul qazanma videomuzda hər birinizi xoş gördük. Bu videomuzda sizlərə süni intellektlə necə pul qazana bilərsiniz bunu göstərəcəm. Və videomuzda bəhs edəcəyim üsul tamamilə onlayndır. Yəni siz gün ərzində yarım saat, 1 saat vaxtınızı ayırıb onlayn işləyərək ortalama 30-40 dollar qazana bilərsiniz. Və bunların hər birini həm telefonla, həm də kompüterlə istifadə etmək mümkündür. Son vaxtlar bilirsiniz ki, süni intellektlər çox yayılıbdır. Artıq yüzlərlə belə bir sayt var. Həm siz şəkil düzəldə bilirsiniz, həm video, həm mahnı düzəldə bilirsiniz. Yəni süni intellektlə bir çox iş görmək mümkündür. Və bu işləri siz onlayn başqaları üçün tətbiq eləyərək ödəmə ala bilərsiniz. Bunun üçün mən sizə Fiverr saytını göstərəcəm. Fiverr bilirsiniz ki, onlayn işləyə biləcəyiniz ən möhtəşəm saytlardan biridir. Kanalımızda bu sayt haqqında yüzlərlə video var, fərqli işləri təqdim eləmişəm sizə. Burada həm dizayn, həm ağlınıza gələ biləcək hər iş var, onlayn görüb pul qazana bilərsiniz. Və sizin pullarınızı da bank kartınıza köçürürlər. Yəni burada işi gördünüz, müştəri sizə pulu verdi, sayt orada müəyyən bir komissiya çıxır və geri qalanını sizin kartınıza göndərir. Deməli, bugünkü işimiz nədir burada? Kompüterlə və yaxud telefonla fərqi yoxdur. Gəlib bu sayta daxil olub, axtarış yerində AI yazanda, yəni bu AI bilsin ki, süni intellekt deməkdir. Burada AI-ya aid təxminən 10 dənə fərqli iş növü çıxır. Misal üçün biz burada AI image, yəni AI ilə düzəldilmiş şəkillər işini seçirik. Deməli, buradakı işlərə baxsaq, görərik ki, hər biri fərqli qiymətə iş görür və sifariş sayıları da yetəri qədər var. Məsələn, bu adam 15 dollara bir şəkil düzəldir və 53 sifarişi var. Bu yetəri qədər ciddi rəqəmdir. Daha aşağılara baxsaq, misal üçün bu adam 65 dollara iş görür və 200-dən çox sifarişi var. Hətta mən burada az öncə, baxın budur. Bir şəkli minimum düzəldir 30 dollara və 1000-dən çox sifariş alıbdı adam. Sadəcə şəkil düzəldir, minimum 30 dollar ödəniş alır. Gəlib baxsaq səhifəsinə, yəni gördükləri işə daha doğrusu, burada baxa bilirsiniz. Çünki özü də örnək qoyur. Əgər siz də işləsəz, örnək şəkillər qoymalısınız ki, mən bu cür şəkillər düzəldirəm. Baxın, belə şeylər düzəldir və bunun qarşılığında minimum 30 dollar pul alır. Sifariş sayı isə, burada gəlib baxsaq, 1455-dir. Elə adi 1000 dənə sifariş olsa, 30 dollardan eləyir 30 bin. Təbii ki, bu qədər sifarişlərə baxmayasınız, iş görənlər çoxdur burada. Yəni, baxın, bunu bu cür şəkil eləyən süni intellektlər doludur. Hətta mən hal-hazırda sizə ekranda süni intellektləri qoymuş olaram. Ekrandakı süni intellektləri istifadə eləyərək bu cür reklam şəkilləri, misal üçün hər hansısa bir dizaynlar verə bilərsiniz şəkillərə. İstifadə eləyin, istifadə eləyirsə öyrənəsiniz. Siz sadəcə yazı yazırsınız, məsələn, bu məhsulu məsələn, qız əlində saxlasın, yəni reklam şəkili olsun. Bunu belə eləsin. Hər biri mümkündür, süni intellektlə. Ekranda sizə göstərdiklərimi istifadə eləsəz, bəs eləyir. Və baxın, burada daha yuxarı getsəm axtarış yerinə. Şəkildən başqa siz video da düzəldə bilərsiniz. Hətta videoların ödənişi daha bahadır. Süni intellektlə daha baha düzəldirlər videoları. Baxın, bu adam bir videonu düzəldir 500 dollara. Yəni, bu minimumdur. Daha baha düzəltdikləri də var. 500 dollara düzəldir və 42 sifarişi var. Hətta 42 nəfər geri dönüş eləyibdir. Ola bilsin, sifariş sayı daha çoxdur. Baxaq görək, bunun tələbləri nədir? 15 saniyəlik video düzəldir. Baxın, tələbinizə uyğun 15 saniyəlik video düzəldir. Və bunun qarşılığında bizim pulundan 850 manat ödəniş alır. Bir video 850 manat, 15 saniyəlik. Bu cür işlər görmək olduqca asandır. Çünki bilirsiniz ki, artıq son 2 ildir yüzlərlə süni intellekt var. Artıq real videolardan seçilmir. Hətta bəzi kinolar və s. artıq süni intellektlə hazırlanır. Mahnılar da var. Ağla gələ biləcək hər şey. Və siz də bu fürsəti çevirməlisiniz pula. Yəni, adamlar sizə süni intellekt proqramlarını veriblər. Bəziləri ödənişlidir. Əgər siz bu işi görməyə başlamısınızsa və artıq pul qazanmağa başlamısınızsa, məncə bir aylıq ödənişi verməkdən bir problem yoxdur. Məsələn, 3 dənə tutaq ki, proqram istifadə edirsiniz, pullusunu alın, hərəsinə ayda 50 manat verin. Yəni, ayda 150 manat xərcləyərsiniz, amma siz o 150 manatın qarşılığında hər ay 2000-3000 pul qazana bilərsiniz. Burada istifadə eləyərək. Mən bəzən belə bu tip işləri paylaşanda, onlayn görəcək işləri, bəziləri deyir ki, bəs özün niyə eləmirsən? Mən onsuz da bunu eləməsəm də başqa cür onlayn işləri eləyirəm və oradan da müəyyən qədər pul qazanıram. Yəni bu siz
Siz gəldiniz bu saytda işlədiniz, işləmədiniz, mənə heç bir faydası yoxdur, zərəri yoxdur. Mən sizin üçün paylaşıram ki, məsələn, işinizdən əlavə və yaxud ümumiyyətlə tələbəsinizsə, işiniz yoxdursa, yüzlərlə onlayn işdən yararlana bilərsiniz. Dediyim kimi, burada AI-ya aid minlərlə iş var. Hamısına, yəni sizə uyğununu seçib, düzəldib, bunun qarşılığında ödəniş almaq mümkündür. Həmçinin bundan başqa da özünüz də baxıb, məsələn, insanlar nə iş görürsə, onları araşdıra bilərsiniz. Onlardan ilham alıb, düzəldib, bunun qarşılığında pul qazanırsınız. Məncə sistem çox sadə işləyir. Hər kəs eləyə bilər, telefonla, kompüterlə. Sadəcə bizə lazım olan Fiverr'da hesab açmaqdır. Gəlirsiniz Fiverr'da qeydiyyatdan keçirsiniz, daha sonra sizə uyğun işi paylaşırsınız. Səhv eləmirəmsə 5 dənə iş paylaşa bilirsiniz ki, mən bu işləri görürəm. Və müştəri sizi seçir. Təbii ki, sizi seçməsi üçün çalışmalısınız ki, tutaq ki, siz məsələn də hər hansı bir iş görürsünüz. Bu adam kimi. Açılsın göstərəm sizə. Bu adam nə edir? AI videolar düzəldir, animasiyalar düzəldir. Tutaq ki, bu işi görürsünüz. Siz burada şəkillər paylaşmalısınız, yəni videolar paylaşmalısınız. Əvvəlcə örnəkləri düzəldib paylaşırsınız. Müştəri gəlir, baxır. Bunlardan birini seçir. Və yaxud burada məsələn öz Instagram hesabınızı, TikTok hesabınızı paylaşırsınız ki, müştəri baxsın sizin hesabınıza və görsün ki, siz nələri bacarırsınız, nə işlər görə bilirsiniz. Ona uyğundurmu? Daha sonra müştəri bəyəndisə, buradan sizə sifariş göndərir, tələblərini yazır. Siz onun sifarişini təhvil verəndən sonra pul köçür Fiverr hesabınıza. Və dediyim kimi, buradan da sizə ödəniş olunur. Sistem müəyyən bir komissiyasını çıxır, sayt öz pulunu çıxır, geri qalanını da sizin kartınıza göndərir. Burada aşağılara baxsaq 189, 177 hamısının sifariş sayı yetəri qədər var. İndi bu sırf AI ilə bağlıdır. Yəni deyirəm, bura gəlib bir dənə AI yazırsınız, görmək istədiyiniz işə uyğun. AI musiqili video var, image var. Yəni musiqili videoya baxsaq, açılsın bunu göstərim. Bizdə də var, Azərbaycanlı bəzi mahnıları süni intellektlə hazırlayırlar. Siz də burada eynən. Sizdən tələb olunan nədir? Mahnıları süni intellekt proqramlarında düzəldirsiniz və müştəriyə təhvil verirsiniz. Bunların ödənişi daha çox olur. Misal üçün baxsaq, bu insanın gördüyü işə. Deməli nə iş görür? Süni intellektlə videolu düzəldir. Arxa fonda mahnısı və proqramla yığılmış video. Klip olar və yaxud 1 dəqiqəlik bir şey olar. Bunu düzəldib təhvil verir və bunun da qarşılığında bir iş üçün $275 pul qazanır. Bu ən sadəsidir. Burada bunun təqdim etdiyi digər üsullar da var yəqin ki, çünki burada 275 və daha çox olur işlər. Yəni siz burada öz işinizi paylaşırsınız ki, məsələn $275 1 dəqiqəlik düzəldirəm, $400 2 dəqiqəlik düzəldirəm. Seçimləri də qoyursunuz müştərilər üçün. Bu qədər məncə sistemi hamı başa düşdü. Fiverr'da qeydiyyat üçün də təxminən 3-4 il əvvəl videosunu çəkmişdim. Kanalımızda var, oradan izləyə bilərsiniz. Bax, mən Fiverr'da ümumiyyətlə qeydiyyat olub iş paylaşmaq haqqında yeni bir video çəkib paylaşaram. Kanalımızda bunu tapa bilərsiniz. Mən indi sizə AI göstərdim, amma məcbur deyil AI olsun. Siz burada həmçinin başqa işlərdə görüb pul qazana bilərsiniz. Tamamilə onlayn, həm telefon, həm də kompüterlə istifadə etmək mümkündür. Və bir işin də qarşılığında minimum $10 qazanırsınız. Yəni minimum işinizi $10 qoyursunuz. Daha sonra müştəriləriniz artdıqca işinizin də qiymətini artıra bilərsiniz. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.